95 ile 75'in arasında hansı etibarlıdır? Mən etibar söhbəti yoxdur. Çünki nöqtə məsələsidir. İki hədis deyil ki. Elə deyil. Bir dənə hədisdir. Digər hədislərə nisbət bu daha da necə deyirlər, etibara yaxındır. Amma 75-95 hədis deyil ki, ayrı-ayrı deyəsən ki, bunun sənədi. Problem nöqtədədir. Problem nöqtədədir. Amma bəzi alimlər, o cümlədən Əllamə Əskəri, Allah rəhmət etsin, böyük tarix alimləri, nəzərləri bu ki, 95 düzdür. Amma haradan, bu da maraqlıdır, bunu da deyim. Bu tarixi məlumatlarda, ümumiyyətlə elmi məhsələrdə bu məsələlər var ki, müəyyən qərinələr və şahidlər gəzirlər bir qənaətə yetişmək üçün. Əgər 75 hesablasaq eləyir Cəmaadi Ulanın 13-ü. 13-ü, indi gələndə gördük də, 14 axşamı, ay Bədirdir. Düzdür? Amma 3-ündə ay yoxdur. Çox kiçikdir də. Hava nədir? Qaranlıqdır. Bugün hava işıqlı olmalıdır bu gecə. Hədislərdə, xəbərlərdə var ki, bəzi xəbərlərdə Həzrəti Zəhra salamun aleyhanı qaranlıqda aparanda çox qaranlıq idi, hətta qamış filan yandırdılar ki, yolu görsünlər. Bəzi tarixçilər istinad edirlər buna. Deyirlər, əgər 13-ü olsaydı, ehtiyac yox idi, yol aydın idi. Bəs 3-üdür, yəni Cəmaad-ı Saninin 3-üdür ki, ayın əvvəlidir, hava qaranlıqdır, ehtiyac var. Belə bir şahidlər də gətirirlər, hər halda budur, yəni səbəbi budur.